Deməli, Muhammed sallallahu aleyhi və səlləm oxuma yazma bilmirdi. Bəs o zaman Quranı insanlara necə çatdırırdı? Bəli, şifahi. Ona iman gətirən insanlar 23 il ərzində o deyənləri yadda saxlayırdılar. Onlar kitabı görməmişdilər. Onlar Quran barədə düşündükdə, bilirsiniz onların ağlına nə gəlirdi? Allah Rəsulunun çöhrəsi və onun səsi. Anlayırsınız? Onlar Quran barədə düşündükdə, eyni zamanda da Allah Rəsulu barədə düşünürdülər. Lakin biz Quranı düşündükdə bizim ağlımıza kitab gəlir. Onlar üçün isə mesaj və mesajı gətirən ayrılmaz idi. Quran 23 il ərzində nazil edilib və kitab şəklində də olmayıb, internet bazasına daxil edilməyib, nə də ki, axtarış motoruna qoşulmayıb. Bugün isə bəli, Allah Rəsulunun söylədikləri internet bazasına daxil edilib və axtarış motoruna da qoşulub. Bugün biz Qurani-Kərimdə müəyyən bir sözün neçə dəfə çəkildiyini asanlıqla tapa bilərik. Bəli, bugün bu asandır, bəs o zamanlar, xeyr, mümkün deyildi. Deməli, 23 il ərzində nazil edilən bu mesaj, əsrlər sonra, bugün hər kəs üçün kitab şəklində mövcuddur. Bilirsiniz ki, o kitabda dunya sözü keçir. Bilirsiniz, dunya nə deməkdir? Yəni, bu dünya. Bu dünya sözü Qurani-Kərimdə 115 dəfə keçir. Bu barədə heç düşünmüşdünüz? Çox güman ki, xeyr. Növbəti söz nədir sizcə? Əl-axirə, yəni axirət dünyası. O da Qurani-Kərimdə 115 dəfə keçir. O kitabda mələk sözü, mələikə 88 dəfə keçir. Şeytan, şayatin 88 dəfə çəkilir. Yaşamaq, əl-həyat 145 dəfə çəkilir. Tapın görək növbəti söz nədir? Bəli, ölüm. O da 145 dəfə çəkilir. Salih əməllər sözü, əs-salihət 167 dəfə. Və pis əməllər, əs-səyyihət 167 dəfə. İmansızlıq 17 dəfə. İman 17 dəfə. İblis öz adı ilə 11 dəfə çəkilir. İblisdən sığınacaq 11 dəfə. Onlar dedilər sözü 332 dəfə. De sözü 332 dəfə. Necə belə bir şey mümkündür axı? 23 il ərzində ay sözü 12 dəfə çəkilib. Gün sözü isə 365 dəfə. Bu, möcüzənin sadəcə kiçik bir qismidir. Necə mümkündür axı belə bir şey? Bir insan belə bir şey edə bilərmi? Düşünün axı, başınızı işlədin. Necə ola bilər ki, bir insan 23 il danışsın və eyni zamanda da sözləri belə ideal düzülsün? Subhanallah. Əziz bacı və qardaşlarım, kanala dəstək olmaq üçün və kanalda mövcud olan bunun kimi bir çox faydalı bilgilərin daha çox insana çatması üçün kanala abunə olmağı və videoları bəyənib paylaşmağı unutmayın. Mission Dava Az kanalına irad və təkliflərinizi şərh bölməsində bildirə bilərsiniz. Cəzakallahu xeyran. Barakallahu fikum.